Fason Radyo. Merhaba değerli dinleyicilerimiz. Bugün 6 Kasım 2025 Perşembe. Bakü Stüdyosu'ndan herkese merhaba. Fason Radyo'da Azerbaycan'dan haberler programına hoş geldiniz. Ben Özlem. Mən değerli. Bütün dinleyicilerimizi salamlayıram. Ali Bey, dünkü yayınımızda Hesaplama Odası'nın devlet televizyonu AZTV'de bulduğu 26 milyon manatlık usulsüzlüğü konuşmuştuk. Bugün de notlarında yine bölgedeki gelişmelerle ilgili hem umut veren hem de kaşları çattıran haberler var. İlk sırada bir tren haberi görüyorum. Dünkü konuya ne kadar zıt. Bəli Özlem xanım, bu çox müsbət bir xəbərdir. Meydan TV-nin yazdığına görə Rusiyadan Ermənistana buğda daşıyan bir qatar Azərbaycan ərazisindən tranzit olaraq keçib. 1048 ton buğda yüklü 15 vagon Gürcüstandan da keçərək Ermənistanın Dalarik stansiyasına satıb. Harika bir gelişme bu. Özellikle Cumhurbaşkanı Aliyev'in transit kısıtlamalarını kaldırdık açıklamasından sonra somut bir adım görmek sevindirici. Kaynağın Meydan TV olduğunda belirtelim ki genelde daha eleştirel haberler gördüğümüz bir mecra. Həqiqətən də elədir. Ancaq notlarımızdakı növbəti xəbərlər bu niçbinliyə biraz kölgə salır. Hökumətin Qərbi Azərbaycan povestini maliyyələşdirdiyi ortaya çıxıb. Povest mi dedin Ali'cim? O ne demek? Roman gibi bir şey mi? Yo, tam olaraq roman deyil. Bizdə povest bir mövzunun, bir ideyanın davamlı şəkildə təbliğ edilməsi, bir hekayəni, bir söyləmin yaradılması mənasında da işlənir. Yəni sizdəki söyləm və ya anlattı kəlməsinə daha yaxındır. Anladım. Batı Azerbaycan söylemi yani. Bu da bugünkü Ermenistan topraklarını kapsayan bir söylem sanırım. Notlarda öyle yazıyor. Bu durum barış sürecini biraz karıştırmaz mı? Bəli, bəzi tənqidçilər bunu Ermənistana qarşı potensial bir ərazi iddiası üçün zəmin hazırlamaq cəhdi kimi qiymətləndirir. Bu xəbərin mənbəyi də Meydan TV-dir. Elə bununla əlaqəli olaraq BBC Azəridə də bir xəbər var. İki ölkə arasında coğrafi ad mübahisəsi başlayıb. O da ne demek? Prezident İlham Əliyev Ermənistandakı coğrafi adların əksəriyyətinin Azərbaycan mənşəli olduğunu deyib. Bu açıqlamaya İrəvandan sərt reaksiyalar gəlib. Bu toponimik bir mübahisədir. Toponimik, yani yer adları ile ilgili bir tartışma. Tam buğday treni geçti, sınırlar açılıyor derken şimdi de o dağ senin, bu nehir benim kavgası çıktı desene. Tarihten bir türlü günümüze gelemiyoruz. Təəssüf ki, vəziyyət belədir. İndi isə daxili gündəmə keçək. Azadlıq Radiosunun xəbərinə görə 2026-cı il üçün yaşayış minimumu səviyyəsinin artırılması planlaşdırılır. Məbləğ 15 manat artırılaraq 300 manata çatdırılacaq. 15 manatlık bir artış. Hayat pahalılığı karşısında yeterli görülüyor mu peki? Əlbəttə ki, yox. İqtisadçılar və müxalifət bu artımın real inflyasiya qarşısında çox cüzi bir şey olduğunu və insanların rifahına ciddi bir təsir göstərməyəcəyini deyirlər. Bu xəbərin mənbəyi də müxalif Azadlıq Radiosudur. Lıkıncalarım geldi. Bu hikaye bana o kadar tanıdık ki bizde de enflasyon %50 açıklanır, maaşlara %10 zam yapılır, sonra da halkımızı enflasyona ezdirmedik denir. Neyse, biraz da keyifli bir habere geçelim. Futbol severleri mutlu edecek bir sonuç var notlarında. Bəli, dünən axşam Qarabağ komandası Çempionlar Liqasında öz meydanında İngiltərənin nəhəng klubu Chelsea ilə heç-heçə qalıb. Tofiq Bəhramov stadionunda çox gərgin bir oyun oldu və bu nəticə böyük uğurdur. Şahane. Chelsea gibi bir devden puan almak müthiş bir başarı. Tebrikler Karabağ. Ali, bugünkü notlar için çok teşekkürler. Gündem yine dop doluydu. Mən təşəkkür edirəm Özlem xanım. Fason Radyo'da Azerbaycan'dan haberlerin bugünlük sonuna geldik. Yarın yine aynı saatte buluşmak üzere. Hoşça kalın. Fason Radyo.